Salam əziz və dəyərli tamaşaçılar. Bugün boks üzrə çempionumuz İsmət Quliyevlə idman zalındayıq. Xoş gördük sizi İsmət bəy. Hoş gördük. Mane olmuram məşqinizə? Yox, mane olmur. Çox gözəl. Bugünkü verilişimiz sizə həsr olunub. Tamaşaçılarımız sizi boks üzrə çempion kimi tanıyır. Biz isə sizi daha yaxından tanımaq istəyirik. Çox sağ olun, minnətdaram. Nə gözəl veriliş. Çəkiliş gedir. Biz sonra. Boksla necə tanış olmusunuz? Bu idmanı seçməyə nə səbəb oldu? Boksla tanış olmağım əslində 2002-ci ildə Lennox Lewis-lə Mike Tyson'ın döyüşünə canlı baxmışdım. Onda tanış olmuşam. Yəni efirdən baxmışam əlbəttə ki. Sadəcə həmin vaxt mənə boksa başlamaq qismət olmadı. Mən çox gec yaşlarımda başladım boksa. 11-ci sinifdə, 17 yaşım var idi. Boksa başladım. Təbii ki, məqsədim əsas peşəkar boks idi. İdman karyeranızda hansı qələbə və məğlubiyyət sizin üçün ən böyük dövr olub? Ən böyük dövr. Mən ilk dəfə peşəkar boksa debüt eləmişəm 2007-ci ildə, 2017-ci ildə. Bu mənim böyük arzum idi ki, peşəkar boksda debüt edeyim. Bu mənim üçün çox böyük başlanğıc oldu, böyük bir yolun başlanğıcı oldu ki, mən peşəkar boksa debüt elədim və qələbə qazandım. Tamaşaçılarımıza maraqlıdır ki, boş və asudə vaxtlarınızda nələrlə məşğul olursunuz? Hobbiləriniz nələrdir? Mən boş vaxtlarımda əsasən mütaliə ilə məşğul oluram, kitab oxumağı xoşlayıram, bir də filmlərə baxıram. Bir də xoşlamasam da arada tələbələrimin təkidindən gedirik əyləncə mərkəzlərində bowling falan oynayırıq. Belə vaxtımızı keçirdik ara. Elə mən də bowling oynamağı xoşlayıram. Kofemizi içək, söhbətimizin davamını əyləncə mərkəzində edək. Bəs hesabı vermədiniz axı? Bura mənim dostumun yerdir, ona görə məndən heç vaxt hesab almırlar burada. Siz nasıl qaldınız? Kart olacaq yoxsa nə? Kartla olacaq, kart. Oynaya-oynaya olar sizə suallar verim. Bəli, əlbəttə. Ali təhsilinizi harda almısınız? Mən ali təhsil müəssisəsində boksla çox da əlaqəsi olmayan bir ixtisasım var. Mən Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm, amma Deyirlər, kino çəkənlər gəlib ha kəndə. Qəşəng. Bəs deyə bilərsiniz, bu uğur yolunda ilk addım necə atdınız? İlk addımı Bakıda təşkil olunmuş peşəkar boks yarışında iştirak elədim. Sonra bizdə peşəkar boks federasiyası yox idi həmin vaxt, peşəkar boks federasiyası. Başladım Gürcüstanda seyziyalı, Kurdistanda bir neçə döyüş keçirdim və sonra fərqli ölkələrdə, Türkiyədə, sonra Rusiyada, Sankt-Peterburq şəhərində bir neçə döyüşüm olub və əsas titul döyüşümü mən Taylandın Bangkok şəhərində keçirmişəm, WBC Asiya çempionu. Bir boksçu olaraq hansı məşhur boksçunu özünüzlə müqayisə edərsiniz və niyə? Əslində mən özüm heç kimlə müqayisə eləməyi xoşlamıram. Düzdür, hansısa boksçudan bir müəyyən taktikanı, onun məşq üslublarını götürmək olar, amma özünü kiməsə konkret oxşatmaq, onun xəttindən getmək bu düzgün deyil. Yəni
bundan zirvəyə çata bilməzsən. Sən insan öz yolunu açmalıdır, cığırını açıb belə zirvəyə çata bilər ancaq. Növbəti döyüşü Bakıda olmalıdır. Hell Boxing Bakıda yarış təşkil edir. Seydağa doğru da döyüşəcək. Rəqibin kim olacaq danış? Rəqibin Sexiyalı rəqib olacaq. Noyabrın 15-i üçün Oyunlar Sarayında. İnşallah ki, professional döyüş olacaq. Hardasa 4 və yaxud da 6 raund təşkil edəcək bu döyüş. Hazırlaşır, İsmət müəllim sağ olsun, üzerimizdə böyük zəhməti var. Bizi hazırlaşdırır, həmin o döyüşdən qalib ayrılmalıyıq. Uduzma şansımız yoxdur. İnşallah ki, görək. Biz öz üzərimizdə işləyirik yəni. Boks həyatınız aydın oldu. Bəs bizə ailə həyatınızdan danışa bilərsiniz. Evlisiniz yoxsa subay? Mən evliyəm və bir qızım var, 6 aylıq körpə qızım var, Günəş, adı Günəşdir. Buradan salamlayıram onu da. Günəş kimi parlasın inşallah, Allah saxlasın. Bəs yaxşı, belə bir sual verim. Qızınıza gələcəkdə hansı idman növünü tövsiyə edərdiniz? Mən ümumiyyətlə onun peşəkar idmançı olmağını istəməzdim. İstəyərdim o əsas intellektual əməklə pul qazansın. İdmanla sağlamlıq üçün, özü üçün məşğul olsa daha yaxşı olar. Təbii ki, bu onun öz seçimi olacaq. Amma mənim məsləhətim bu yöndə olacaq ki, daha çox intellektual əməklə pul qazansın. Yəni, gəlirləri ondan olsun, həyat tərzi olsun, intellekt yolunu seçsin də deyək. Fizik əməklə yox, əsas intellektual əməklə həyatını formalaşdırsın. Boks sizin həyatınızda necə bir xarakter formalaşdırıb? Boks məncə bütün boksla məşğul olanların həyatını, boks bildiyiniz kimi çətin idman növüdür. Təslim olmamalı, insana təslim olmamalı, sona kimi getməyi öyrədir. Tyson'un bir sözü var ki, mən çətinə düşəndə həmişə özümə sual verirdim ki, təslim olsan sənin üçün nə dəyişəcək və yaxşı mı olacaq sənin üçün? İnsan həmişə çətinə düşəndə özünə sual verməlidir ki, yəni mən burada təslim olsam, mənim üçün yaxşı olacaq, yoxsa pis? Bizde
bizde güç var, bizde güç. Bizde güç var, bizde güç. Demir bilekli, demir yumruk. Bizde güç var, bizde güç. Güç bizde. Güç bizde. Son boides quadratus, longus brevis latissimus piriformis, biceps triceps serratus de gastricus. Güç bizde, güç bizde, sürat bizde, söz bizde, demir bilekli, demir yumruk. Bizde de güç, bizde de güç. Güç bizde, güç bizde. Trapezius rhomboides quadratus, longus brevis latissimus piriformis, biceps triceps serratus de gastricus. Güç bizde, güç bizde, sürat bizde, söz bizde, demir bilekli, demir yumruk. Bizde de güç, bizde de güç. Güç bizde, güç bizde. Əksəriyyət sözündən eşitdiyimiz məsələn, əksəriyyət iş adamları biraz alverçi təfəkküründədir. Deyir, bura pul qoyub nə qədər pul götürəcəm. Amma halbuki bu işdə necə olmalıdır? İdmançının əməyi ilə iş adamının məsələn maliyyəsi birləşir və ölkənin adını inkişaf elətdirir. Yəni burada əsas investisiya qoyulur ölkənin adına, ölkənin adı inkişaf edir. Təəssüf ki, bu işə investisiya qoyan iş adamına hələ ki mən rast gəlməmişəm. Ümid edirəm ki, mən yaxın gələcəkdə bu sahədə sponsorlar tapacağam və biz peşəkar boksu Azərbaycanda inkişaf elətdirməyə ümid edirik. İnşallah. Və gənclərə də çığır açacağıq, ümid edirəm biz. Yol açacağıq ki, onlar da peşəkar boksda inkişaf eləyə bilsinlər. Bugününüzü bizə ayırdığınız üçün, dəyərli vaxtınızı bizə verdiyiniz üçün çox sizə təşəkkür edirik. Siz sağ olun. Sizi yaxından tanımaq bizim üçün həqiqətən çox xoş oldu. Siz sağ olun məni dəvət elədiyiniz üçün, fikirlərimi, ideyalarımı müəyyən mənada tamaşaçılarla bölüşə bildim. Dəvətiniz üçün çox sağ olun. Siz sağ olun.